İrana hücumla bağlı hazırlıq gedir. Bu dəfə fərqli olacaq. Dəhşətli senari. Amerika Birləşmiş Ştatları və İsrailin İrana yenidən hücuma keçəcəyinə dair məlumatlar yayılır. Prezident Donald Trumpın bu ölkədəki nüvə obyektləri ilə bağlı açıqlaması böyük narahatlıq yaradıb. Trump İrana hücum edilməyəcəyi təqdirdə bu ölkənin 2 ay ərzində nüvə silahı əldə edəcəyini bildirib. Axırıncı məlumatlara görə ABŞ artıq hərbi aktivliyi artırıb. Digər tərəfdən Rusiya da İrana hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Yaxın günlərdə İsrail-İran müharibəsi başlaya bilərmi? Bu dəfəki qarşıdurma nə ilə nəticələnə bilər? Politoloq Mütəllim Rəhimli deyir ki, İsrail 12 günlük müharibədə gözlədiyi nəticələrə nail ola bilmədi. Yenə də İran özünün hərbi potensialını saxlamaqda proksi qüvvələri vasitəsilə İsrailə zərbələr endirməkdədir. Bu isə İsrailin öz ərazilərini genişləndirmək və regional lider olmaq arzusunun üstündən də xətt çəkir. Bununla yanaşı Birləşmiş Ştatlar da İrana edilən hücumun nəticələrindən razı qalmayıb. Çünki İranın nüvə silahı əldə etmək imkanları qalmaqdadır və bunu da rəsmi Vaşinqtonun yaxın şərq planlarını pozur. İran ətrafında situasiyanın təhlili göstərir ki, müharibənin yenidən başlamaq ehtimalı yüksəkdir. Çünki tərəflərdən heç biri özünü məğlub hesab etmir. Bu dəfəki müharibə əvvəlkindən daha da dağıdıcı olacaq. Tərəflər ötən müddət ərzində bir-birinin zəif tərəflərini müəyyənləşdiriblər. İlk növbədə ora zərbələr endiriləcək. Həm də daha güclü və dağıdıcı silahlar istifadə oluna bilər. Bundan başqa müharibə başlayarsa siyasi səhnədə olan bölünmə münaqişə müstəvisində də özünü göstərəcək. Bu dəfə İranın artıq gizli şəkildə deyil, açıq müdafiəsini də müşahidə edə bilərik. Nəticədə region üçün daha təhlükəli və ssenarilərin meydana çıxmasına şərait yaranacaq.